Salam uşaqlar. Demək, bu gün izah edəcəyik Compound Dəyanət Lisesi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin qəbul imtahanının A variantına. Demək, compound noun bizə birinci sualda bizə deyir ki, compound noun seçin, mürəkkəb isimləri. Biz bilirik ki, backpack sırt çantası deməkdir, fireplace alov yeri, cupboard isə şkaf deməkdir. Düzgün cavabımız D variantı qalır. İkincidə isə deyir ki, choose a line of tens, yəni onluqlar olan cərgəni seçin. A variantında third çıxır, B variantında hər üçü sıra sayı olduğuna görə çıxır. C variantında 8, 9, 7, yəni bunların heç biri onluq olmadığına görə düzgün cavabımız D variantı qalır. E variantında isə 11, 40, 7, 7 sıra sayıdır, 11 isə sadəcə miqdar sayıdır. Bizdə onluq sadəcə burada 40-dir deyə düzgün cavabımız D variantı qalır. 3-də bizə deyir ki, wrong pair of antonyms, yəni yanlış olan antonim cütlüyünü seçin. Send göndərmək, məsələn, burada fast sürətli deməkdir. Başqa bir mənası isə oruç tutmaq deməkdir. Unfasten isə fasten bərkitməkdir. Unfasten isə boşaltmaq, bərkitməmək. Yəni cavabımız A variantı qalacaq. Digərləri antonimdilər. 4-cü sualda bizdən tag question istəyir. Tag question isə sual şəklində olmur heç vaxt. Nəqli sual tərkibində olur və cümlənin birinci hissəsi təsdiqdəsə, avtomatik ikinci hissə inkarda, birinci hissə inkarda, ikinci hissə isə mütləq şəkildə təsdiqdə olmalıdır. Cümlə orla bağlanırsa, demək o disjunct ayrıca sual. Alternative question'dır. Bizə disjunctive question, yəni tag question lazımdır. A və Y arasında qalıram və variantları bir-birinə müqayisə edəndə baxıram ki, tək fərqləri burada their, burada isə theirs olmalıdır. Theirs'dən sonra da isim gələ bilməz deyə Y variantı çıxır, A variantı qalır. 5-ci suala baxıram. 5-ci sual məndə barmaq qaydasıdır. Sırdan sonra cəm isim gəldiyinə görə apostroflu barmağımla tuturam. Baxıram ki, they sözdə cəmdədirsə biri düz götürürəm. Mr. Əliyev, Mr. Mrs. Doktor olanda insan adını bildirir. İnsan adları isə apostrof esnə işlənir. S apostrofla yox, 2 yanlışdır. Zisdən sonra, işarə vəzli olan zisdən sonra cəm isim gəlməlidir. Yəni burada S apostrof olmalıydı, apostrof S yox. 3 səhvdir. Onun valideynlərinin evi ola bilər və bugünün konserti də ola bilər. Yəni 3 dənə bizim doğru cavabımız olduğuna görə B variantı doğrudur. 6-cı sualda house sözünə birinci baxıram ki, təkdədirsə mən orada those verə bilmərəm və itdən sonra da isim gələ bilməz, itdən sonra da isim gələ bilməz. Ya this ya da that verəcəm. Over there isə uzağı bildirdiyinə görə, here ümumiyyətlə yaxını bildirir, over there isə uzağı bildirdiyinə görə B variantı doğrudur. İşarə vəzləri biz keçəndə this, that keçmişik və bir də var idi bizdə this və those var idi. This ilə that 4 hərflərdən sonra tək isim gəlirdi. This, those'dən sonra isə cəm isim gəlirdi. Tək fərqləri ondan ibarətdir ki, this yaxını, that uzağı, this yaxını, those isə uzağı bildirir. Yəni bunlarda diqqətli olmaq lazımdır. Yəni over here, over there görəndə bilməlisiniz ki, yaxını istəyir sizdən, yoxsa uzağı istəyir. 7-ci sualda imperative sentence istəyir məndən, əmr cümləsini istəyir və to try isə çalışmaq olduğunu vurğulayırsa ki, əsas olaraq baxacaqsan. Əmr cümləsi yada saxlayın ki, məsələn, try ya feillə başlamalıdır, ya da inkarını verirəmsə, don't try olmalıdır. Y variantına baxanda görürəm ki, adi inkar cümlədir. Not try to be first, don't try to be first. Bunu saxlayaraq ki, you doesn't try heç vaxt ola bilməz. Çünki biz dedik ki, əmr cümləsi don't-la düzəlməlidir deyəcək çıxdı. Don't-dan sonra to gələ bilməz uşaqlar. Ona görə I ilə D-nin arasında qalıram. Try to be the first. Birinci olmağa çalış. Not try to be the first. Don't try to be the first olmalıydı. A variantı doğru cavabdır. 8-ci sualda bizə deyir ki, düzgün cümləni seçin. Is there any seat? Deyir, hər hansısa bir oturacaq var oturmağa. Neyse, mən C variantına baxıram ki, there are some new parks olmalıydı deyə C variantı çıxdı. There are some news. News təkdədir, sayıla bilməyən isimdir deyə orada there are yox, there is olmalıydı. How much money is there olmalıydı bizdə. Aha, indi mən baxıram, is there any seat? Deyir, hər hansısa bir oturacaq var, yəni oturmağa. Yəni burada hər hansısa bir mənasını daşıdığını, oturacaq sözünü polunu təkdə verə bilərəm. Aha, cümlədə yo olanda adidən uşaqlar istəyirlər ki, tez davam edəcək zaman versinlər. Amma bizə burada biz demişik ki, bəzi feillərimiz ki var, onlar davam edəcəkdə işlətmək olmur. See-di, like-dı, love-dı, understand-di. Onlar həmişə indiki sadə zamanda olur. Həm də bizə cümlədə can də var axı. Mən can-dən sonra necə yazım? I can understand. Yəni can-dən sonra sadə prostoy feil gəlir. Yəni esi belə ola bilməz o feilin. I can understand you now. Səni yaxşı başa düşürəm. It is not difficult. Çətin deyil. It's not deyə bilmərsiniz. It is not difficult deməlisiniz deyə C variantı doğru cavabdır.
10 sualda bizə deyir ki, how long do you sleep? Nə qədər müddət yatırsan? Demək ki, buna saatını soruşur ki, neçə saat yatırsan? Mən gecə yatıram desəydi, biz buna when-dən sual verərdik, how long-dan yox. I sleep at 9 o'clock deyir. Mən buna deyərdim ki, what time do you sleep? Yəni saatını soruşardım. I always sleep. Mən deyərdim ki, how often do you sleep? Nə qədər tezlikdə yatırsan? O deyir ki, I always sleep. Həmişə yatıram. Demək ki, məndən saatını soruşduğuna görə I sleep 8 hours a day. Gündə 8 saat yatıram. 11-ci suala baxıram. She doesn't like deyir, o xoşlamır, deyir, o onlardan qorxur. Yəni buradakı zəm mənə artıq nişan verdi ki, buradakı isim cəmdə olmalıdır. Çünki mən deməliyəm ki, məsələn, mən o siçanları xoşlamır, o onlardan qorxur. Məsələn, spine sözü təkdədir, advice sözü təkdədir, ship heç vaxt s-lə cəmlənə bilməz. Mouse sözü təkdədir deyə D variantı doğru cavabdır. Əslində məntiqlə tapmaq olardı bunu. 12-ci suala baxıram. They are never late for school. Ümumiyyətlə yadda saxlayın ki, neverdir, alwaysdir. Bunlar to be-dən sonra işlənir deyə. Əsas feildən isə əvvəl işlənirlər. Yəni to be-dən sonra işlənmələri artıq bizə dedi ki, 3-dən 4 doğru cavabdır. Ondan sonraki cümlənin axırında işlənməli idi. Often gəlib burada ümumiyyətlə 5-i ona görə götürə bilmirəm ki, cümlədə to be yoxdur. To be late də gecikmək deməkdir. Now cümlənin ortasına girə bilmir. Late sözü doesn't işlənə bilməz. Yəni çox sadə C variantı doğru cavab qalır. 13-cü sualda mənə deyir ki, choose the correct interrogative sentence. Bu biraz qədər düşündürücüdür. You clean the yard or the house very often. Bu sual cümləsi olduğu halda burada nəqli cümlə şəklində yazıblar. Halbuki buna do ilə sual verməlidir ki, do you clean the yard or the house very often? Who do you see in the picture? Ola bilər. Whose brothers, kimin qardaşları are ready olmalıydı? Why is he crying olmalıdır? O niyə ağlayır? What color are his new jeans? Söhbət yeni cinslərdən gedir deyə onun xəbərini izlə vermək olmaz. Düzgün cavabımız B variantı qalır. 14-cü suala baxıram. Friends heç vaxt ola bilməz. Çünki E-dən sonra cəm isim gələ bilməz. Sonra with they yox. Sözündən sonra biz demişik ki, zəm olmalıdır. Obyekt əvəzliyi gəlməlidir. O quyruqdur yox, onun quyruğu olar. Some cats olar məsələn. O quyruqdur. O nə deməkdir? O quyruqdur. It is a tail olardı ən azından. Yəni o bir quyruqdur. Yəni qabağına article verərdi. D variantı doğru cavabdır. Bizdə qayda dəftərində də var. Hətta deyimsi də hardadır. Qayda dəftəri səhifə 7-də yerik əvəzlərini isimsiz işlənən formalar, yəni mine, yours, his, hers, its, ours, yours, theirs. Bunların altına yazılıb ki, a friend of ifadəsi ki var, a friend of. Onlar həmişə yerik əvəzinin isimsiz işlənən formalar işlənir. D variantı da lap belə gözəl oturur. 15-ci sual izah eləməyə ehtiyac yoxdur. Y variantı doğru cavab olacaq. 16-cı suala baxıram. 16-cı sual deyir ki, bizim bir pişiyimiz, bir də itlərimiz var. Yəni heç də verməyəcəm bura. Ona belə çıxır ki, gəlin bunu elə bu öz formatında yazaq. Mən bura yumru qoymalıyam, bura isə 4 bucaq qoymalıyam. Sonra mənim bir əmim yaşayır köhnə bir evdə. Yəni burada old house deyirsə, köhnə bir, məsələn, qoca bir nənə desəm, an old lady. Və yaxud da məsələn, bahalı bir üzük desəm, deyəcəm ki, an expensive ring. Yəni, mən ehtiyac yoxdur da sifətdən sonra mən bir də article bura qoymağıma. Ona görə onu qoymayacağım. Amma old sözü saitdir deyə, təkdədir deyə, house sözü təkdədir deyə, sayıla bilən isim deyə, mütləq onun qabağına nəsə article qoymalıyam. Və bu da saitlə başladığına görə ora qarşısına an qoyacağım. İndi mən bura qoyacağım ki, he lives in an, bura 3 bucaq gedəcək. 3 bucaq gedəcək. Burada yumruydu. Burada isə heç nə verməyəcəm. Yəni kvadrat gedəcək. 3 bucaq kvadrat olan yalnız D və Y variantıdır. Və baxıram ki, yumru 4 bucaq D variantı daha uyğun gəlir. 7-ci sualda. Ümumiyyətlə yadda saxlayın ki, qalmış, işlənmiş məsələsi Azərbaycan saatı ilə eyni deyil, amma qalmaq məsələsi Azərbaycanla eynidir. Məsələn, burada saatda 7-yə qalıb 15 dəqiqədirsə, siz mütləq 7 sözünü artıq istifadə eləməlisiniz. Və qalmaq sözü də quarter to verəcək. Amma yox, burada yazılsaydı ki, məsələn, 06:15, artıq siz yazmalıydınız ki, it is quarter past 6. Yəni 6-dan 15 dəqiqə keçib. Amma 6:45 olduğuna görə artıq Azərbaycan necə varsa elə deyirsiniz. 7-yə qalıbsa 15 dəqiqə deyəcəksiniz ki, it is quarter to 7. Bu formada olacaq. 18-ci suala baxıram. I think she is in the garden at the moment deyirsə, indiki davam edici zaman olacaq. A çıxır, D çıxır, D çıxır. Qalıram B, C, Y arasında. I think she is working in the garden at the moment. Məncə deyir, o bağda işləyir. Kəndən sonra yada saxlayın ki, heç vaxt ayıncı artırmaq olmaz. Davam edici, ümumiyyətlə bu görmək sözü davam edicidə işlənə bilməz uşaqlar. Görməkdir, başa düşməkdir, bilməkdir.
19-a baxıram. Custom adətən nə deməkdir? Foreign xarici, əcnəbi. Decorate bəzənmək, enjoy isə zövq almaqdır. From another country deyirsə, artıq 2-də yumrudur. Yəni make pleasant, xoşlamaq, yəni buna 4 bucaq verəcəm. Decorate bəzənməkdir. A way of doing something. Bu olsun ki, belə olsun. Like very much. Bir dəqiqə gözlüyün, beynim yandı. Bir dəqiqə. Programı götürürəm. Demək, custom adətən nədir? A way of doing something. 1-ə 100% 3 bucaq gedir onda. Nəyisə eləməyin yolu. Foreign xarici, əcnəbidir. Yəni from other country. Sonra decorate, make pleasant. Yəni daha gözəlləmək, bəzəmək. Like it very much-dakı 4-ə 3 bucaq götürəcəyik. Bir dəqiqə 4-ə. Beynim yanında 4-ə ağzı yuxarı olan 3 bucaqdan götürürük. 3-ə kvadrat götürürük. 2-yə yumru götürürük. 1-ə isə bu C variantı doğru qalır. 20-ci suala baxıram. She goes to Turkey. She goes to Turkey olmalıydı. Yəni məkan bildirir, səhvdir. The market is in the corner of the street. You can go on a foot. On foot olmalıdır. They arrive home at a quarter to 2 o'clock. Burada to'nu verirsə, do you visit your grandmother on Novruz yox, at Novruz olmalıdır. Bayramlar özləri tək işlənirlərsə ətlə, məsələn, Novruzun yanında dey söz olsaydı, artıq ora 10 verməliydiniz. We celebrate grandfather's birthday. Ayın tarixi varsa, uşaqlar orada 10 olmalıdır mütləq. Çünki ayın 5-i deyir axı. Nəysə, düzgün cavabım qalır elə C variantının özü. Amma C variantında biraz belə qarışıqlıq var. 21-də bu cümlədə got varsa, əlbəttə ki, what have you got in your bag? Çantanda nə var deyir. 20-ci suala baxıram. Do olanda ayıncı olmaz. Who-dan sonra birbaşa mübtəda gələ bilməz. Can-dan sonra gələn feili is qəbul edə bilməz. Does varsa cümlədə mütləq feil də olmalıdır. Məsələn, who does she go to the party with, məsələn, yəni dahsız olmur axı cümlə. Əgər who does she deyirəmsə, o kim, o mənasız çıxır da. B variantı daha gözəl oturur ki, who are you playing with? Sən kimdən oynayırsan? 23-cü suala baxıram. Mouse sözün qabağına nə vermək olar? Əgər bu mouse sözü təkdədirsə, mən bunun qabağına to verə bilmərəm. To versəydim, to mice olmalıydı. Many mouse versəm, onu da verə bilmərəm. Çünki many mice olmalıydı artıq. Ona görə variantlardan mən e-mouse-u götürə bilərəm. E-mouse. Demək, yumru və 3 bucağı götürə bilərəm. Yumru və 3 bucaq. Demək, little mouse nə ola bilməz? Qarşısında e olsaydı, little mouse olsaydı, mən bunu götürərdim. Amma götürə bilməm, çünki e-si yoxdur axı. Biz də keçmişik, much, little sayıla bilməyən isimlərlə işləyən. Yəni, little qarşısında e olsaydı, mən bu balaca mənasını kimi fikirləşib götürə bilərdim. Amma e-si yoxdur deyə, mən avtomatik olaraq yumru ilə 3 bucağa baxmalıyım. Yumru ilə 3 bucaq olan variant da B variantıdır. Sonra gəlir mənim reytingim. Reytingim nədir ki, hər insanlar məmnuniyyət üçün səyahət edirlər. Onlar müxtəlif ölkələrə gelirlər, tətillərə, festivallara, müxtəlif yollarla gəzirlər. Təyyarə ən sürətli yoludur səyahətin. Nəysə də, Brownlar ailəsilər üçün gedirlər, nə bilirlər. Tekst nə haqqındadır uşaqlar? Təyyarə ilə gəzmək haqqındadır. Məntiqi olan səhv nədir? Deyir ki, təyyarə ilə gəzmək aylarımızı alır. Niyə aylarımızı alsın ki? Yəni, bu qədər.